Aprelin 10-da İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər. Mərasim əvvəlcə Quran-ı Kərim tilavəti ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadə çıxış edərək Seyyid Əli Xameneyi ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam eyni zamanda dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əminamanlıq və rifah arzularını ifadə edib. İranın ölkəmizdəki səfiri Müçtəba Dəmirçilu çıxışında Seyyid Əli Xameneyinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq buna görə ölkəmizə minnətdarlığını bildirib. Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək, onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd edək ki, Ayətullah Seyyid Əli Xameneyinin həlak olmasının 40-cı günü ilə əlaqədar bugün Naxçıvanda da anım mərasimi keçirilib. Xatırladaq ki, İranın ali dini lideri Əli Xameneyi fevralın 28-də həlak olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev onun vəfatı ilə əlaqədar İran prezidenti Məsud Pezeşkiyana başsağlığı məktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarət edərək xatirə kitabına ürək sözlərini yazıb.